9 manatlıq sarıçqalardan çox xahiş edirəm. Yəni belə bir qayda çıxartdı ki, 2 dənədən artıq almaq olmaz. Mən video çəkirəm, videoda hamı yorumlarda məzələnir. Ay, nə 5 nəfər gəlib şiş alacaq. Yəni biz də məqsədini qoyan 100 dənə ala bilər biz almadıq. Amma nəyə görə deyirik? Çünki sonra fikir verin, yorumlarda hamı deyir ki, gəldim tapanmadım. Çünki biz onlara etiketləyib, siqnalizasiya vurub onlara çatdıra bilmirik vurmağı, amma çox satılır da. Yəni tələbat çoxdur. 9 manatlıq sarıçqalarda. 9 manatlıq deyil. Normalda biz bunu 25-30-a satırıq. Sadəcə əlimizdə qalan son 1000-2000 dənədir. Onda biz də artıq satılıbdır. Ona görə bu qiymətə endirmişik. Həqiqətən də çox da ölü mal deyil. Yəni mən demirəm, təbii ki 100-200 manatlıq sən kətanla onu bir tutmur. Amma şəhərdə satılan 35, 30, 40 bəzi yerlərdə satılan kətanlardan bir tuta bilərsiniz parçasını. Yenə deyirəm, əldə sonuncu qalanlar deyə bu qiymətə salmışıq. Bax bunlar kətan deyil. Baxın qardaşlar, bunlar kətan deyil. Bunlar adi sarıçqadır. Bunu da 9 manata qoymuşuq, onun gözünə qatıb. Bəzi sarıçqalar var ki, onları yan gözə qatıb eləmişik. Sonra bax buna. Zəhmət olsa yaxından çəkin. Bax 9 manat. Bax 9 manat. 9 manat. İndi bunların başqa rəngləri də vurulacaq hamısı bu hissəyə. Bu tərəfi başdan ayağa 9 manatlarla doldurmaq istəyirik. Bax bunu çəksəm sadədir. Vitrində qırışdır. Çünki nəyə görə ütüləməyə vaxt olmur bunlar. Siz çoxsuz, biz azıq. Ona görə biraz qırışlı vəziyyətdə qalır. Bu da 9 manatdır. Sonra bax hamısını bir-bir göstərərəm ki, yəni fikirləşməyin ki, yalandan video, elə tək cəmaatın düşməsin. Fikirləşməyin ki, yalandan video xətrinə göstərirlər. Bax sadə rəngləri də var. Hamınızı gözləyirəm. Birinci səhifədə birinci video ünvanı yol videosudur. Cinslərimiz də endirimdədir. Kətan şalvarlar 19 manatdır. 20 manata da olanlar var. Hamınızı gözləyirəm 20 yanvar filialımıza. Bunlar da endirimdə.